Hakkınızı sizə havale edeyim. Sağ olun. Teşekkür ederim. Sağ olun. Burada telefon xəttinə bir də olsun, sonra Telman bəyə söz verəcəm, sonra da Sərinə xanıma. Əgər o vaxta qədər Mahmudlar bəy gəlməsə, buyur telefon xəttinə. Diqqətlə qulaq asdım. Əslində təkcə demokratiya farkında yox, həm də səhiyyə sahəsində çox böyük mütəxəssislikdir. Çünki uzun illər tibb sahəsində müəllim işləyib, yəni pedaqoji sahədə. Mənə bəzi məsləhətlər də verildi həmişə səhiyyə sahəsində. Yəni mənə elə gəlir ki, o böyük bir avtomolog da ola bilərdi. Yəni onun çox böyük potensialı var idi. O elmə, təhsilə çox önəm verən bir insan idi. Həm riyaziyyatçı kimi, həm siyasətçi kimi. Mən bu hadisəni biraz bənzədərdim o məşhur 37-ci ildə o Davidlərin, o Əhməd Savadların ailəsində yaşanan o faciələr var. Bilirsiniz ki, o vaxtda repressiya olanları dəlxanaya salırdılar ailələrini. Mənə bir tamaşa var idi. Mehriban Əkbərzadə 37-ci ilin elə dırnaq arasında vətən xainlərinin ailələri adlı bir tamaşa var idi. Mənim gözümün önünə o gəldi. Yəni mən düşünürəm ki, 37-ci ilin o zehniyyəti hələ də bizim sistemimizdə var. Yəni çox təəssüf ki, bu acı bir faciədir. Bizə hələ də onu yaşadırlar. Mənim bir arzum odur ki, ölkəmizdə bu sağlam bir demokratik bir cəmiyyət olsun ki, belə faciələr yaşanmasın. Bir daha Allah rəhmət eləsin, ailəsinə başsağlığı. Sağ olun, təşəkkür ederim.